Salam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə biologiya, deməli 2025 biologiya sınaq toplusundan birinci sınavın sualları ilə tanış olacaq. Başlayaq ilk sualdan, vaxt itirmədən. Demək, birinci sualda deyir ki, müəyyən qədər başlanğıc sayı malik olan bakteriyaların maksimum sürətlə bölünməsi zamanı 2 saatdan sonra bölünməyə məruz qalan fərdlərin cəmi 378 ədəd olmuşdu. 3-cü bölünməyə məruz qalan bakteriyaların cəmi ilə 5-ci bölünmədən əmələ gələn bakteriyaların cəmi arasındakı fərq neçə olur? Burada indi yerimiz bir qədər məhduddur, yəni daha geniş yerdə bunu yazsam. Demək, bizə deyir ki, zaman, yəni tapşırıqda bizə verilən zaman 2 saatdır, yəni 120 dəqiqədir və maksimum sürətlə bölünmə getmişdir. Yəni biz bilirik ki, bakteriyalar 20-30 dəqiqədən biri bölünürlər. Maksimum sürətlə bölünmə deyilsə, biz 20 dəqiqədən biri bölünməni götürəcəyik. O zaman kiçik n, yəni bölünmələrin sayını tapsam, p-ni 20-yə bölməklə alaram bunu. 120-ni də 20-yə böləndə tapıram ki, burada 6 bölünmə gedib. Və bölünməyə məruz qalanda bakteriyaların sayı bu şəkildə hesablanır. NT çıxılsın N0 düsturu ilə. Bu da 378-ə bərabərdir. Buradan biz əvvəlcə NT-ni yerinə yazsaq, NT necə hesablanırdı? NT-ni belə yazırdıq da, NT bərabərdir, N0 vurulsun 2 üstü N. N-in də qiyməti buradan bilirik ki, 6-dır. O zaman, mən bunu yenidən yazım, NT bərabərdir, N0 vurulsun 2 üstü 6, 2 üstü 6 64-ə bərabər olduğuna görə NT-ni qiyməti ilə 64 N0 olacaq. O zaman NT çıxma N0 düsturundan 64 N0 çıxma N0 bərabərdir 63 N0 alacaq. Və bunun da qiyməti 378-ə bərabərdir. Yəni bölünməyə məruz qalan bakteriyaların sayı. N0 da burada alınır ki 6. Yəni başlanğıc bakteriya sayı 6-ya bərabərdir. O zaman yazaq bakteriyaların bölünməsini görək. Demək 6 dəfə bölünmə gedib 6 bakteriyadan. Demək birinci bölünmədən 12 fərd, ikincidə 24, üçüncüdə 48, sonra növbəti 96, beşincidə 192 və altıncıda 384 bakteriya alınmışdır. Deyir ki, üçüncü bölünməyə məruz qalan bakteriyalar sayı 24'dür. Yəni bu birinci bölünmədir, bu ikinci bölünmədir, bu üçüncü bölünmədir. Üçüncü bölünməyə məruz qalan bakteriyanın sayı 24'dür. Beşinci bölünmədən əmələ gələn bakteriya sayısı, deməli bu 3'dür, bu 4'dür, bu 5'dir. Beşinci bölünmədən əmələ gələn bakteriyanın sayı 192'dir. Və bunların fərqini soruşur. 192'dən 24'ü çıxanda cavab alıram 168. Demək cavab 168'dir. Baxaq görək 168 testdə neçənci cavabdır? 168 birində verilmiş ilə A bəndində verilmiş cavabdır. A bəndində veriləndir. Sonra baxaq növbəti suala. 6 müxtəlif əlamətə görə əmələ gətirdiyi 8 növ qametdən 7 növü özündə resessiv əlamətə malik gen daşıyan canlının genotipidir. 6 müxtəlif əlamət. Yəni burada biz baxaq, əslində hamısında 6 dənə müxtəlif əlamət var. Yəni məsəl üçün hər əlamət bir əlifbanın bir hərfi ilə işarə olunduğuna görə, məsəl üçün A ilə biri işarə olunub, B ilə biri saysaq A, B, C, D, Y, F, yəni 6 dənə hərflə işarə olunub. Hamısında da 6 əlamətdir. Sonra deyir ki, 8 növ qamet əmələ gətirir. Qametlərin sayı necə hesablanırdı? Qametlərin sayı 2 üstü N düsturundan hesablanırdı. 2 üstü N'in sayı 8'ə bərabərdir. Buradan da N heterozigotların sayına bərabər olurdu. Yəni genotipdə verilən heterozigotların sayına görə biz N'i müəyyən edə bilirdik. 8'in qiyməti 2 üstü 3 olduğuna görə, yəni buradan çıxır ki, N'in qiyməti 3'ə bərabərdir. Yəni genotipdə 3 dənə heterozigotluq olmalıdır. Baxaq görək hansında 3 dənə heterozigotluq var hələ. Demək, birincidə A bəndində A, B və F genlər üzrə heterozigotluq var. B-dən A, B, C genlərə yenə 3 əlaməti üzrə heterozigotluq var. Sonra C-dən A, B, F əlaməti üzrə yenə də 3 əlaməti üzrə heterozigotluq var. D-yə baxsaq, C və D əlamətləri üzrə, 2 əlamət üzrə heterozigotluq var. Demək bu cavab deyil. Bu da cavabı çıxırıq, D-ni çıxırıq. Daha baxmayacağıq ona. E-yə baxsaq, A, B, C və E əlamətləri üzrə. Burada da 4 əlamət üzrədir heterozigotluq. Yəni artıq E cavabına da baxmayacağıq. Bundan sonra A, B və C cavabları üzərində testin yəni cavabını tapmağa çalışacağıq.
Baxaq, görək sonra nə deyir. Deyir ki, 8 növ qamet əmələ gətirmişdi. Onlardan da 7 növü özündə resessiv əlamətə malik olan gen daşıyır. Yəni 8 qametdən sadəcə biri, yəni bütün əlamətlər üzrə dominant olan deməli genləri daşıyır. Qalan 7-sində resessivlik var. O zaman buradan cavablar içərisində, yəni A, B, C cavablarından baxsaq, sadəcə birində olduğu hal burada A bəndində kiçik D olduğuna görə demək burada D əlamətinə görə bütün qametlərə resessiv əlamət düşəcək. Həmçinin B-də də kiçik D var və bütün əlamətlərə görə burada da D resessiv düşəcək. Amma C cavabında C-dən 8 növ qamet əmələ gətirəcək və bunlardan biri hansı ki o A, B, C, D, E və F əlamətlərini daşıyacaq. Bir ədəd bu qamet bütün əlamətlər üzrə deməli dominant ola biləcək. Ona görə də cavab burada C olacaq. Üçüncü sualda hansı canlıda homoloji xromosomlar cüzünə rast gəlinər? Homoloji xromosomlar. Burada verilən canlılar baxaq ki, yəni süni seçməklə insanlar tərəfindən alınmış nümayəndələr də, əksi heyvan nümayəndələr də. Burada bir dənə yak, yəni təbiətdə təbii şəkildə olandı. Cavab deyil yakdır. Nəyə görə yakdır? Nəyə görə məsələn bestil deyil, qatır deyil, digərlər deyil yakdır. O səbəbdən ki, bunlar biz xatırlayaq ki, demək bu fərqlər hansı ki A, D, C və E cavablarına verilənlər uzaq hibridləşmə nəticəsində alınmışdır. Uzaq hibridləşmə nəticəsində alınmışdır və bunlar dölsüz olurdular. Dölsüzlüyün də səbəblərindən biri də o idi ki, deməli meyoz prosesində homoloji xromosomlar yox idi ki, o homoloji xromosomlar arasında konjugasiya keçsin və normal qametlər alınsın. Yəni bunlarda homoloji xromosomlar yoxdur. Elə homoloji xromosomlar olsaydı, bunlar normal qamet əmələ gətirə bilərdi və bunlar da döllü olardı. Amma yak təbiətdədir. Yəni bu uzaq hibridləşmə ilə alınmayıb. Ona görə onun homoloji xromosomları var. Cavab B bəndə olacaq. Sonra 4-də nə deyir bizə? 4-də deyir ki, demək sorucu diskə və 4 cüt qamçıya malik olan ibtidai heyvan. Bilirik ki, burada söhbət Liambliyadan gedir. Liambliya. Və Liambliyadan haqqında hansı fikir yanlışdır? Qaraciyərdə parazitlikdir. Bəli, qaraciyərdə parazit etməsi yanlışdır. Götürəcəyik bunu. Bunu götürəcəyik çünki demək nazik bağırsaqda parazitlik edən heyvandır. Dəri ilə orqanizmə daxil olur. Xeyr, bu da yanlışdır. Yumurta halında insan tərk edir. Xeyr, ümumiyyətlə bunlar sist halında, ibtidailər əsasən sist halında orqanizmi tərk edirlər. Yəni bu yumurta ümumiyyətlə ifadəsi, yəni ibtidai heyvanlar üçün işlənmir adidir. Yəni burada 3-cü yanlışdır. 4-də nazik bağırsaqda parazitlik edir. Bəli, bu doğrudur. Yəni bunu götürməyəcəyik. Liambliyadır, bəli. Deməli götürəcəklərimiz hansı oldu? Yanlışlar oldu. O da 1, 2, 3 cavablarında verilmişdir. Yəni A bəndi bizim testimizə uyğun cavabdır. Sonra baxaq. 5-də deyir ki, çarpaz dozlanan bitkinin endospermində olan xromosom dəsti M-dir. Sperminin xromosom dəsti isə N olarsa, yumurta hüceyrənin xromosom dəsti neçə olar? Dişi və erkək bitkilər eyni xromosom sayına malik deyil. Yəni bunlar çarpaz dozlanan bitkilərdir. Yəni belə hallarda çox ola bilər ki, yəni bunlar fərqli xromosom yığımlarına, xromosom sayına malik olsunlar. Demək, endospermi biz bilirik ki, yəni bitkinin endospermi, çarpaz dozlanan bitkinin endospermi 3 xromosom yığımında, yəni burada örtülü toxumlu bitkini nəzərə alacağıq və 3 xromosom yığımında bitki götürəcəyik. Yəni burada da biz bilirik ki, 3 xromosom yığımı necə yaranırdı? Rüşem hissəsinin özündə 2 olurdu və bir dənə də spermi, N xromosom yığımında spermi gəlib ona birləşirdi. İndi burada deyir ki, spermin xromosom dəsti N-dir. Yəni bu N yerindədir. Yumurta hüceyrənin xromosom dəsti neçə olur? Ümumən endospermin özündə xromosom dəstinin, yəni xromosom yığımı daha doğrusu M-ə bərabərdir. Ümumən M-ə bərabərdir. M-ə. Bu M-in N sayda, yəni N hissəsi belə desəm ki, N sayda olanı atadan gələndə spermidə və belə çıxır ki, yerdə qalan bu 2N də təbii ki, anadan gələndə. O zaman bu 2N-i mən ifadə etmək istəsəm, necə ifadə edirəm? 2N bərabərdir. M çıxma N şəklində bunu yaza bilərəm.
və bu ana bitkinin diploid belə desəm ki, xromosom yığımı olacaq M-N. Və həmin bitkinin də, yəni ana bitkinin də yumurta hüceyrəsi haploid xromosom yığımına malikdir və bu şəkildə ifadə oluna bilər. M-N bölmə 2 şəklində. M-N bölmə 2, yəni bu D cavabında verilmişdir bizə. D burada uyğun cavabdır. Sonra baxaq növbəti suala. Kələm bitkisinin bir çiçək qrupunda əsas ox və çiçək saplaqlarının cəmi 8 ədəddir. Bu çiçək qrupunda olan çiçəklərin yarpaq mənşəli strukturlarının cəmi neçə olur? Kələm sadə salxım çiçək qrupuna malikdir. Sadə salxım çiçək qrupu təqribən təsvir etsək, bu şəkildə təsvir edə bilərik də. Yəni, əsas ox var bir dənə mərkəzdən və deməli, saplaqların da ucunda çiçəklər yerləşib. Əsas ox həmişə, yəni burada bir dənə götürəcək də biz. Və 8 ədəd, deməli, ümumən bunların cəmidirsə, demək, burada bozaq, qədər də bunu sərgə şəkildə yazsaq. Deməli, burada 8 dənə çiçək saplağı var, bir dənə də mərkəzdə çiçək oxu var. Daha doğrusu 7 dənə çiçək saplağı var və bir dənə də mərkəzdə çiçək oxu var. 7 dənə saplaq var və hər saplaqda da sonda bir dənə çiçək yerləşir. Demək, həmin çiçəyində yarpaq mənşəli strukturları hansılardır? Gəl nəzərə yetirək. Ümumiyyətlə çiçəyin gövdə mənşəli və yarpaq mənşəli strukturlar olur. Gövdə mənşəli strukturlar çiçək saplağı və çiçək yatağıdır. Amma çiçəyin kasa yarpağı, ləçəyi, erkəci, dişici bunlar deməli yarpaq mənşəli strukturlar götürülür. Deməli, kələmin də çiçək düsturu K4, L4, Y4+2, D1 şəklindədir. Yəni bir çiçəkdə yarpaq mənşəli 4 üstəgəl 4, 8, buradan da 6, 14, burada da bir dişici 15. Bir dənə çiçəkdə 15 dənə yarpaq mənşəli struktur var. Və bizim də nümunəmizdə 7 çiçəkdir. 7 çiçəyin hərəsində 15 dənə struktur, bu da eləyir 105 struktur. Yəni 105 də A bəndində verilmişdir. Yəni doğru cavabımız A bəndindəki cavabdır. Sonra 7-də. DNT molekulunun müəyyən bir hissəsində olan nukleotidlərin 4 ədəd rabitənin, digər isə 5 ədəd rabitənin əmələ gəlməsində rol oynayır. Bu sahədən sintez olunan məlumat elintdə maksimum neçə növ kodlaşdırıcı triplet olar? Biz xatırlayaq ki, deməli, DNT ümumiyyətlə molekulunda adenin, guanin, sitozin, timin azot əsaslarına malik olan nukleotidlər olurdu. Və burada guanin və sitozin 2 zəncir arasında 3 qatlı, adenin və timin isə 2 qatlı demək, rabitə əmələ gətirildi, hidrogen rabitəsi. Burada bizə belə bir zəncir, nümunəmizə uyğunda belə bir zəncir çəkək. Demək, 4-ü 4 ədəd rabitə əmələ gətirir. 4-ü 4 ədəd rabitə əmələ gətirir. Götürək guanin, məsələn, 3 dənə hidrogen rabitəsi vasitəsilə qarşıdakı zəncirin sitozinlə birləşir və bir dənə də rabitə vasitəsindən özündən sonra gələn növbəti nukleotiddə birləşir. Tutaq ki, digər həmçinin demək, burada da tutaq ki, sitozin olsun. Sitozin 3 qat rabitə və bir dənə də özündən əvvəlki bir nukleotidlə birləşəcək rabitə əmələ gətirir. Yəni, bunlar 4 ədəd rabitə əmələ gətirənlərdir. Mərkəzdə olanlardan isə 5 ədəd rabitə əmələ gətirənlər yenə də burada guanini götürərik. Özündən əvvəlki, özündən sonraki və 3 qat rabitə ilə qarşıda. Yəni, cəmi 5 dənə rabitə. Həmçinin burada sitozin götürsək, 3 dənə burada hidrogen rabitəsi, özündən əvvəlki və özündən sonraki. 5 dənə demək, rabitə əmələ gətirmək imkanına malikdir. Bu sahədən sintez olunan məlumat elintəsində maksimum neçə növ kodlaşdırıcı triplet olar? Burada demək, kodlaşdırıcı tripletlər 2 dənə biz burada nukleotid üzərindən belə desəm ki, hesablamamızı aparacağıq. Deməli, normalda tripletlər necə yaranırdı? 4 növ nukleotidlər 3-3 birləşirdi və 64 dənə triplet əmələ gətirə bilirdi. Burada isə indi 2 növ nukleotiddir və bunlar 3-3 birləşəcəklər və cəmi 8 növ nukleotid əmələ gətirəcəklər. 8 növ nukleotiddə 7-də E bəndində verilmişdir. Yəni, doğru cavab 7-də E bəndində deməli, qeyd olunan 8 cavabıdır.
8-ci suala keçək. Cədvələ əsasən X-in maksimum qiymətini tapın. Həşərat və nəfəsgahlarının sayı. Həşəratlarda birinci döş buğumunda və sonuncu qarıncıq buğumunda nəfəsgahlar olmur. Və qarıncıq buğumlarının sayı isə maksimum dediyinə görə indi biz maksimum 11 dənə qarıncıq buğum var. Və hər bir qarıncıq buğumundan, yəni 11 dənədən sonuncu qarıncıq buğumun çıxırıq, yerdə qalır 10. Hər bir qarıncıq buğumunda da bir cüt nəfəsgah var. O zaman onu vururam 2-yə, eləyir 20. Qarıncıqda olan nəfəsgahların sayı 2-dir. Döşdə isə demək birinci qarıncıq buğumun çıxırıq, ikinci və üçüncü birinci döş buğumun çıxırıq, ikinci və üçüncü döş buğumunda stigmalar var, nəfəsgahlar var və 2 buğum, hərəsində də 2 nəfəsgah, bu da eləyir 4. Toplamda 20 plus 4, yəni 24 ədəd nəfəsgah olur maksimum. Bu da A bəndində verilmişdir. Yəni 8-də cavab A bəndi olacaq. Sonra 9-a baxaq. Aşağıda verilən parazitlərdən hansının əsas sahibi ikinci siqnal sisteminə malik ola bilməz? Baxaq. 9-da hansı heyvanlar verilib? Demək verilib 9-da öküz solteri. Öküz solterinin əsas sahibi insan, aralı sahibi isə məsələn qaramal və digər ümumiyyətlə insanlar tərəfindən ətindən istifadə olunan heyvanlar ola bilər. Demək burada ikinci siqnal sisteminə malik ola bilməz deyir. Öküz solterində olur. Ona görə öküz solterini biz götürməyəcəyik. Öküz solteri verilən A cavabı çıxır. Və B-yə keçək. B-də uşaq biz quyruğudur. Uşaq biz quyruğunda ümumiyyətlə burada demək insan bunun əsas sahibi ola bilər, amma aralı sahibi ümumiyyətlə uşaq biz quyruğunda aralı sahibi yoxdur. İnsan da əsas sahibi ola bilər. İnsan bunun yəni əsas sahibi də ikinci siqnal sisteminə malikdir. Yəni bunu da cavabı da götürməyəcəyik. C-də toksoplazma verilib. Toksoplazmanın əsas sahibi məsələn it, pişik bu kimi heyvanlardır. Aralı sahibi isə insan ola bilər. Yəni insan bunun aralı sahibidir və ikinci siqnal sisteminə malikdir. Yəni əsas sahibi deyil. Yəni burada ilə cavab uyğunsuz olan hələ ki toksoplazmadır. Digərlərinə də baxsaq, qaraciyər sorusu, qaraciyər sorusunun əsas sahibi insandır. Həmçinin də digər onurğalı gövşəyən heyvanlardır. Yəni gövşəyən heyvanlardır daha doğrusu. Burada qaraciyər sorusu da ola bilməyəcək və ankilostomada da yenə də insan onun əsas sahibidir, geohelmintdir, aralı sahibləri olmur onların, yəni ankilostomanı da nəzərə alınmayacaq. O zaman toksoplazma cavablar içərisində ən uyğun cavabdır. Sonra 10-cu sualda 20 min nəfər şəhər əhalisi olan rayonda qan plazmasında anti-A və anti-B antiteli olan insanların sayı 3200 ədəddir. 3200 ədəddir. Sonra, əgər A antigeninin rast gəlmə tezliyi B antigeninin rast gəlmə tezliyinin 2 dəfə çox olarsa, onda bu rayonda insanların neçəsi A antigenini daşıyır. Bir qədər məsələ uzun həll yolu alacaq. Ona görə də burada həll etməyə çalışacağım. Demək, 20 min əhali var şəhərdə. Qan plazmasında anti-A və anti-B olan antitellər olan insanların sayı 3200 ədəddir. Aha, yazaq. Şəhər əhalisi 20 min nəfər. Və ümumiyyətlə burada biz birinci qan qruplarını nəzərdən keçirək. Birinci, ikinci, üçüncü və dördüncü qan qrupu. Bunların qan qrupunda baxaq görək eritrositlərində hansı antigenlər var. Birinci qan qrupunda eritrositlərdə antigen olmur, 0-dan işarələnir. İkinci qan qrupunda A0, AA, yəni A antigeni olur. 3-də B antigeni olur, B0 və BB. 4-də isə həm A, həm də B antigenləri olur. İndi antitellərə nəzər yetirsək, demək, birinci qan qrupunda həm anti-A ola bilər, həm də anti-B ola bilər. İkinci qan qrupunda sadəcə anti-B ola bilər. 3-də sadəcə anti-A ola bilər. Və 4-də isə heç bir antitel ümumiyyətlə olmaz. Bunu bir dənə xatırladıq. Bizə də demişdi ki, qanında anti-A və anti-B olanlar 3600 nəfərdir.
Yəni buradan belə çıxır ki, birinci qan qrupu 3600 nəfərdir. Birinci qan qrupu 3600 nəfərdirsə, o zaman biz burada Haldane-Weinberg qanunundan istifadə edəcəyik. Yəni onun əsasında hesablamalarımızı aparacağıq. Demək, burada belə çıxır ki, 3600 nəfər birinci qan qrupuna aiddir və bu 3600 nəfər görək şəhər əhalisinin neçə faizidir. Tapırıq 3600-ü 20 minə bölməklə və buradan demək 0,3600 idi. Bir dəqiqə. 3200. Aha. 3200 edək bunu. 3200'ü böləndə 20 minə edir 0,16. Yəni buradan belə çıxır ki, 0 ümumiyyətlə, yəni antigeni burada 0,14%, yəni 0,14'e bərabərdir. Və biz bilirik ki, qanuna görə A üstəgəl B üstəgəl 0 bərabərdir 1 etməlidir. Əgər burada 0,04% isə, görək digərləri nə qədərdir? Məsələnin davamında buna baxaq. Deyək ki, A antigeninin rast gəlmə tezliyi B antigeninin rast gəlmə tezliyindən 2 dəfə çoxdur. Onda bu rayonda insanların neçəsi A antigeni daşıyır? Baxaq. Demək, A antigeninin rast gəlmə tezliyi B antigeninin rast gəlmə tezliyindən 2 dəfə çoxdur. Onu da mən bu şəkildə yaza bilərəm. Bərabərdir 1. Və buradan belə çıxır ki, 3x üstəgəl 0,4 bərabərdir 1-ə, 3x bərabərdir 0,6, x də bərabərdir 0,2. Yəni, A antigeni, buradan qiymətini qoysaq yerinə 0,4-ə, B antigeni 0,2-yə bərabərdir. Bir də, yəni 0 antigeni də 0,4-ə bərabərdir. Hər birini fərqləndirək. Demək, A antigeni 0,4, B antigeni 0,2 və 0 da ilə 0,4-ə bərabərdir. Hər birinin qiymətini tapdıq. Sonra yenidən məsələyə baxsaq. Rayonda insanların neçəsi A antigenini daşıyır? A antigeni hansı ümumiyyətlə genotiplərdədir, hansı qan qruplarındadır? Xatırlayaq. Demək, ikinci və dördüncü qan qrupunda A antigeni var. Və görək bunlar şəhər əhalisinin neçə hissəsini təşkil edirlər. Bizim əlimizdə belə bir düstur var idi. Ola bilsin, mən bu məsələni bir qədər uzun yolla həll edirəm. Bəlkə də siz indi buna baxanda deyəcəksiniz ki, müəllim uzun yolla gedir, siz daha qısa yolun biləcəksiniz. Yəni, indi mən hal-hazırda həll edə biləcəyim bu şəkildədir. Əgər siz düşünsünüz ki, mən daha uzun yolla həll eləmişəm, qısa yolun yəni bizimlə bölüşə bilərsiniz. A üzərinə gəl, B üzərinə gəl 0 bərabərdir 1. Yenidən bunu kvadrat tənlik şəklində indi həll etməli olsuq. O zaman A-nın kvadratı üstəgəl B-nin kvadratı üstəgəl 0, 0 üzərinə gəl 2 AB üzərinə gəl demək 2 2A0 üzərinə gəl 2B0 və buradan məsələnin davamında biz demək bunu bərabərləşdiririk 20 minə. Görək nə alacağıq? İndi bunu biz hesablamalıyıq. Baxaq. Demək, A-nın kvadratı yazmışdıq birinci. A-nın qiyməti neçə idi? 0,4-ə bərabər idi. Yazıram. 0,4 vurulsun 0,4. Üzərinə gəl. B-nin kvadratı. B 0,2 idi. 0,2 vurulsun 0,2. 0, 0. 0 özü 0,4'e bərabər idi. Yəni 0,4 vurma 0,4. Üzərinə gəl. 2 vurulsun 2A0 var idi da. 2 vurulsun 0,4. O da vurulsun 0,4. Sonra 2B0. 2 vurulsun 0,2. Üzərinə gəl
vurulsun 0.4 və üzərinə gəl. Üzərinə gəl 2AB. 2 vurulsun 0.4 vurulsun 0.2. Toplamda görək nə qədər edir? Edir 0.16 0.16 üzərinə gəl. Yəni 0.4 üzərinə gəl. 0.16 üzərinə gəl. 0.32 üzərinə gəl. 0.16 və onun da üzərinə gəlirik 0.16. Və bunların hər birisinin də sayını biz bilmirdik nə qədərdir. Yəni bunun hər birin, yəni əslində bir y ilə də işarə edə bilərəm. Yanında da hərəsinə bir y yaza bilərəm. Hərəsinə bir y. Çünki saylarını bilmirəm. Saylarını bilmədiyinə görə hərəsinə bir y yazsam. Çünki məchuldur mənim üçün. Sonda da aldığım bu nəticənin yanına bir y yaza bilərəm. Və hesablayaq. 0.16, 0.4, 0.2, demək 0.64, 0.68 və 1. Aha, 1 y-ə bərabərdir sonda aldığım nəticə. 1 y bərabərdir 20.000-ə. Y-in qiyməti belə çıxır ki, 20.000-ə bərabərdir. Sonra bunu gətirirəm A antigenini daşıyanlara görə hesablayıram. A antigeni daşıyanlar hansıları idi? 2 dənə A0, 2 dənə AB və 2 dənə də deməli ki, daha doğrusu bir dənə də AA. Deməli ki, A0'lar demək 0.16 idi, ikisi olanda 0.32. Burada həmçinin 0.8 idi, ikisi olanda 0.16 və burada da 0.16'dır. Toplamda idi 0.64 y. Və y-in də qiyməti 20.000 olduğu üçün y-in qiyməti 20.000 olduğu üçün 0.64 y bərabərdir 0.64 vurulsun 20.000 bərabərdir 12.800. 12.800 də A bəndində verilmiş cavabdır. Yəni cavab burada A bəndi olacaq. Bir qədər vaxt aldı məsələm, amma yəni Haldweinberg qanunudur. Yəni bunu onsuz da bir qədər vaxt alacağı bəlli idi. Sonra növbəti suala baxsaq. Görək necədir. Birinci sualda. Cədvələ əsasən x-in qiymətini tapın deyir. Çöl göyərçini. Havadan udduğu havanın miqdarı m millilitrdir və havada oksigenin miqdarı 20%-dir. Tənəffüs zamanı istifadə etdiyi oksigenin minimum miqdarı nə qədərdir? Baxaq. Hava m litrdir və havada 20% oksigen var. Nə qədər oksigen var o zaman? M-in 20%-i edir 0.2 m. 0.2 m millilitr 0.2 m millilitr oksigen var. Və biz bilirik ki, quşlar tənəffüs zamanı oksigenin, təmiz oksigenin 80-95%-dən istifadə edirlər. Burada bizə deyir ki, minimum miqdarı, yəni 80%. 0.2 m-in 80%-i edir 0.16 m. 0.16 m də 0.16 m də D bəndində verilmişdir. Yəni D bəndində verilən cavab uyğun cavabdır. Sonra növbəti məsələyə baxaq, tapşırığa baxaq. Bir dəqiqə.
istəyirəm. Bu ekrandan itmişdim. Sonra geoxronoloji cədvələ əsasən neçə geoloji erada ali sporlu bitkilərə təsadüf edilir? Ali sporlu bitkilər. Ali sporlu bitkilərdən ilk nümayəndəsi Silurda yaranmışdır, planlardır. Yəni paleozoyda yaranmışdır. Paleozoy erasında varsa paleozoyda. Paleozoydan sonra demək mövcud olub. Mezozoyda da mövcud olub və kaynozoyda da. Demək neçə erada mövcud oldu? Paleozoy, mezozoy, kaynozoy 3 erada mövcud oldu. Baxaq növbəti 13-cü suala. Cədvələ əsasən hansı rüşeymlərdə bir sinir borusu inkişaf edər? Aha. Bir qədər bunu kiçildirəm, rahat görünməsi üçün. Deyəcəm birincidə. Bel ektodermasının altındakı mezoderma qatı götürülüb, yerinə həmin rüşeymin qarın ektodermasının altındakı mezoderma qatı qoyulur. Birinci təcrübəni xatırlayaq. Təcrübə aparılmışdı. Demək ki, rüşeymin bel ektodermasının altındakı mezodermanı götürəndə görürlər ki, onun demək ki, sinir sistemi inkişaf etmir. Amma məsələn, tutaq ki, başqa bir təcrübədə onun qarın mezodermasını götürmüş olsaydılar, qarın mezoderması yəni mane olmayacaqdı sinir sisteminin inkişafına. Yəni qarın mezoderması olmasaydı, qarın ektodermasının altındakı mezoderması olmasaydı da onun sinir sistemi inkişaf edə biləcəkdi. Yəni qarın mezoderması ektodermanın altında, yəni orada sinir borusunun yaranmasını induksiya etmir. Amma bel mezoderması induksiya edir. Ona görə də burada cavabların içərisində biz eləsini nəzərə almalıyıq ki, orada sinir borusu inkişaf eləsin. Yəni bel ektodermasına məsələn toxunulmasın bu hallar. Görək indi hansı cavablar uyğundur. Bir də deyir ki, bel ektodermasının altındakı mezoderma qatı götürülüb. Yerinə həmin rüşeymin qarın ektodermasının altındakı mezoderma qatı qoyulur. Dediyimiz kimi, bel ektoderması sinir borusunun yaranmasına bir təkan verir. Amma qarın ektoderması buna heç bir köməklik, yəni göstərmir, heç bir tənzimləmə etmir orada. Ona görə də, yəni birinci halda mezoderma təmin etməyəcək orada sinir borusunun yaranmasını. Ona görə birincini götürməyəcək. İkiyə baxaq. Qarın ektodermasının altındakı mezoderma qatı götürülüb, yerinə başqa rüşeymin bel ektodermasının altındakı mezoderma qatı qoyulub. Aha, qarın ektodermasının altındakı mezoderma qatı götürülüb. Yerinə başqa rüşeymin ektodermasının altındakı mezoderma qatı qoyulub. Deməli, belə çıxır ki, bu ikinci rüşeymin 2 dənə sinir borusu inkişaf edəcək. Biri öz belinin belə deyim də, öz bel ektodermasının altındakı mezodermadan, bir də ki, qarın ektodermasına başqa rüşeymdən alınıb qoyulmuş bel mezodermasından. Yəni burada 2 dənə sinir borusu olacaq. Ona görə bir sinir borusu dediyinə görə bunu da götürmürük. Üçüncüdə deyir ki, bel və qarın ektodermasının altındakı mezoderma qatları tam götürülmüşdür. Mezoderma qatları. Və burada sonra bel ektodermasının altından götürülmüş mezoderma qatı həmin rüşeymin qarın ektoderma qatının altına yerləşdirilmişdir. Bel və qarın ektodermasının altına mezoderma götürülüb. Və sonra bel ektodermasının altına götürülmüş mezoderma qatı həmin rüşeymin qarın ektodermasının qatına. Demək ki, bunda olacaq. Demək, halda olacaq. Bunun qarın tərəfində olacaq. Qarnınla inkişaf edəcək. Çünki qarın tərəfinə qoyulub bel ektodermasının altından götürülmüş mezoderma. Yəni bunda olacaq. Bir ədəd olacaq. Bir ədəd olacaq burada. Və digərinə baxaq, dördüncüyə. Bel və qarın ektodermasının altındakı mezoderma qatları tam götürülmüş, sonra qarın ektodermasının altından götürülmüş mezoderma qatı həmin rüşeymin bel ektoderma qatının altına yerləşdirilib. Yenə də deyirik, qarın ektoderması bu prosesə yəni bir köməklik göstərmir, sinir borusunun yaranmasını təmin etmir. Ona görə də yəni bunu da götürmürük. Burada sadəcə belə çıxır ki, üçüncü bir ədəd daş olacaq və cavab da görək üçüncü hansındadır? Üçüncü, C bəndində verilmişdir. C cavabı burada uyğun cavabdır. İkincini ona görə götürmüş ki, ikincidə 2 ədəd sinir borusu yaranır. Sonra 14-ə baxaq. Yanlış cavabı seçin. İnsanın döş qəfəsinə bilavasitə birləşən sümüklər. İnsanın döş qəfəsinə hansı sümüklər birləşir? İnsanın döş qəfəsinə boynun aşağıdan 7-ci fəqərəsi birləşir. Belin yuxarıdan 1-ci fəqərəsi də birləşir. Bir də döş sümüyünün üzərinə
çörpücük sümükləri gəlib birləşir. Çörpücük sümüyü, boynun sonuncu fəqərəsi, belin birinci fəqərəsi, bunlar hamısı demək qarışıq sümüklərdir. A cavabı ona görə demək doğru cavabdır, amma bizə yanlış lazımdır. Qurşaq skeletinə aid sümük deyil ola bilər. Bəli, çörpücük sümükləri bunlar yuxarı ətrafın qurşaq hissəsinə aiddir. Tək sümük ola bilər. Bəli, boyun və bel fəqərələri tək sümüklərdir. Ümumiyyətlə fəqərələr tək sümüklərdir. Cüt sümük ola bilər. Bəli, çörpücük sümükləri cüt sümüklərdir. Ola bilər. Yassı sümük ola bilər. Xeyr, dedik bunlar qarışıq sümükdür. Yəni yassı sümük ola bilməzlər. Cavab burada E olacaq. 15-də. İnsanın dərisinin qatları xaricdən daxilə doğru müvafiq olaraq hansı düşən və əlaqələrindən əmələ gəlmişdir? Dərinin hansı qatları var? Gəlin onu xatırlayaq. Epidermisdir. Epidermis çox qatlı epitel toxumasına təşkil olunmuşdur. Sonra dermadır. Birləşdirici toxuma mənşəlidir və pi qatıdır. Dəri altı pi qatı. Demək, burada epidermis ektoderma mənşəlidir. Amma digər bu ikisi mezoderma mənşəlidir. Mezoderma mənşəli. Demək, o zaman ektoderma, mezoderma ardıcılığı olmalıdır və bu ardıcılıq B bəndində verilmişdir. Yəni 15-də cavab B bəndi olacaq. 16-da Lamarck heyvanların quruşsa saddə mürəkkəbə doğru inkişafına görə 14 sinifə bölmüş və onları 6 pillədə yerləşdirmişdir. Sistematikanın neçənci pilləsində Holdallar tipinə aid heyvanlar yer almışdır? Daha doğrusu neçə pilləsində? Aha, demək 5-ci, 6-cı pillədə Holdallar tipi yer alırdı. 5-ci pillədə demək Holdallardan sürünənlər və balıqlar yerləşdirilmişdi. Balıqlar və 6-cı pillədə isə məməlilər, quşlar yerləşdirilmişdir. Digər deməli aşağı əvvəlki o 4 pillə isə onurğasızları əhatə edirdi. Ona görə biz burada B cavabını götürəcəyik, yəni 5-ci, 6-cı 2 pillədə. Sonra 17-də hər iki əlamətə görə heterozigot olan boz adı dovşanı ilə bir əlamətə görə heterozigot olan ağ adı dovşanı çarpazlaşdırılmışdır. Əmələ gələn fenotip müxtəlifliyinin genotip müxtəlifliyinə olan nisbəti neçə olar? Aha, hər iki əlamətə görə boz adı dovşanı. Demək, yazaq. Çarpazlaşdırılmışdır. Bir əlamətə görə heterozigot olan ağ adı. Ağ adı dovşanları kiçik-kiçik idi və bir əlamətə görə heterozigot dediyinə görə ikinci əlaməti biz heterozigot götürürük. Bunlar çarpazlaşdırılmışdır. Birinci halda görək hansı qametlər verir. Burada böyük C, böyük A, belə, demək, çarpazlaşdırsaq bunları. Yer darskal olmasın deyə. Geniş yazın burada. Digər fərdi isə necə idi? Demək, kiçik C, böyük A və kiçik C, A. Çarpazlaşdırsaq burada bunların çarpazlaşmasından alınacaq. Böyük C, böyük A, sonra alınacaq. Böyük C, kiçik C.
Baxaq burada görək neçə dənə fenotip var, neçə dənə genotip var. Böyük C, böyük A. Bu boz rəngdir. Boz rəngdir. Burada yenə boz rəngdir. Boz rəngdir. Bu qara rəngdir. Digərləri isə kiçik, hardakı kiçik C-lər var. Hamısı ağ rənglidir bunların. 4'ü də ağ rənglidir. Deməli, neçə fenotip var burada? Burada 3 dənə fenotip var. 3 fenotip. Bəs görək, genotip neçə dənədir? Gəlin, indi də genotipləri işarələyək. Genotipləri baxaq. Bu genotiplə bu genotip eyni bir genotipdir. Yəni, ikisi bir genotipdir. Sonra digər eyni olanlara baxsaq. Demək, burada başqa bir eyni olan genotip. Bu genotip. Və bu genotip. Bunlar eyni genotiplərdir. Mən bunu yanlış yazmışam. O səbəbdən düz gəlmir. Aha, bunlar da eyni genotiplərdir. Və baxsaq genotip saylarına, demək, neçə genotip qaldı? Bir genotip. Bunlar ikisi də bir genotip. Bir üstünə gəl bir. Sonra bir genotip burada bir. Bir genotip burada bir. İkisi bir genotip. Və nəhayət burada bir genotip. Demək, toplamda neçə genotip elədi? 6 genotip elədi. Və tapşırıqda da bizə deyildi ki, fenotipin genotipə nisbəti. Fenotipin genotipə nisbəti. Fenotip neçə dənə idi? 3 fenotip var idi. Sarı, daha doğrusu boz, ağ və qara. 3 fenotip. Genotip isə 6 dənə tapdıq. Yəni 1-in 2 nisbəti olacaq. 1-in 2 nisbəti də C bəndində verilmişdir. Sonra baxaq növbəti suala. Baxaq görək növbəti sualda nə deyir? 18-ci sualda yarpaq demək hissəsinin görünüşü verilir mikroskop altında və şəklə əsasən yanlış fikirləri seçməyimizi istəyir. Baxaq, A bəndində deyir ki, borlu lifli damar dəstələri ikinci rəqəminə verilmişdir. İkinci ilə, yəni ümumiyyətlə bəli, borlu lifli damar dəstələri verilmişdir. Amma borlu lifli damar dəstələri özü kislema borları, floema borları və onları əhatə edən liflərdən ibarətdir. Burada indi bir qədər şəkil bəlkə də aydındır, bəlkə də mənə elə gəlir. Sanki sadəcə oradan boruları göstərir, amma yəni cavabı düzgün hesab etmək olar burada. Yəni bizə yanlış fikir lazımdır, birincini götürməyəcəyik. İkincisi də B-də deyir ki, birinci və üçüncü örtük toxumalardır. Bir də örtük toxuması, üç də yenə də. Burada da sanki qapayıcı hüceyrələr işarələyir. Qapayıcı hüceyrələr düzdür, örtük toxumasına aid xüsusi hüceyrələrdir. Yəni burada sırf qapayıcı hüceyrələri göstərdiyinə görə bir qədər sual haqqında məndə tərəddüd yaratdı. Amma yəni bunu da yenə də götürək hələ ki. Sonra C-də deyir ki, 3, 4, 5 daxil olmalı 3 toxuma qrupunda fotosintez baş verir. Əgər burada toxuma qrupu kimi baxsaq, 5 və 4 bunlar fotosintezci, yəni toxumalardır. Bunlar əsas toxuma növləridir, əsas toxuma daha doğrusu qrupudur və 5-ci də, 3-cü də örtük toxumasıdır. Örtük toxumasının deməli burada dəricik hissəsində, yəni yarpaq xaricdən örtən dəriciyində fotosintez baş vermir şəffaf hüceyrələrdə, lakin qapayıcı hüceyrələrdə baş verir. Sonra demək D-də deyir ki, ikinci hissədə ötürücü mexanik toxumaya aid hissələr var. Bəli, doğrudur. Bu tamamilə doğrudur. Dördüncü hissəyə aid aydın hüceyrələrdə 5-ci hissəyə aid olan hüceyrələrin nisbətən xloroplastların miqdarı az olur. Bəli, süngərvari toxumada 4-cü, 5-ci isə sütunvari toxumada, sütunvari toxumada isə xloroplastların miqdarı daha çoxdur, süngərvari də azdır. Bu da doğrudur. Burada bir qədər yenə də deyirəm şəkil haqqında
bir tərəddüd yaransa da C cavabı, yəni cavabların içərisində bir qədər uyğun cavabı oxşayır. Amma şəkildə sanki o işarətlənmələr düzgün aparasaydı, daha dəqiq aparasaydı yaxşı olardı. 19-da deyir ki, uyğunsuzluğu müəyyən edin. Təbaşirdə çiçək meyvə, bəli, yaranmışdır. Paleogenda paleopteklər yaranmışdır. Neogen diopteklərin yaranması, yura, toxumlu qıcların yox olması. Xeyr, toxumlu qıclar yox olması bu yurada deyil, triasda baş vermişdir. Bu uyğunsuzluqdur. Silur bitkilərə də əlavə yan köklərin əmələ gəlməsi, bu da doğrudur. 20-də yanlış cavabı seçin. Qanı tənəffüs orqanının arteriya damarını keçən müasir onurğalı heyvan, yəni burada balıqlar nəzərdə tutulur. Qan tənəffüs orqanından ürəyə qayıtmır, arteriya damarına keçərək orqanlara aparılır. Balıqlar haqqında düzünə inkişaf edə bilər, doğrudur. Daxili skeletə malikdir, doğrudur. Dolayı inkişaf edər, bəli. Qabrğalara malikdir, bəli. Ağciyərlərə tənəffüs edə bilməz. Xeyr, balıqların ağciyərlərinə tənəffüs edə bilən nümayəndələr var. Ona görə burada E cavabı yanlış cavabdır. Sonra 21-ci şəkildə. Demək, burada 2 dənə, belə desəm ki, mühitdə bakteriyalar verilib və X bakteriyası, Y bakteriyası. Mühit, demək, burada mühitdir və pambıqla əhatə olunub. Pambıqla əhatə olunub ki, həm oksigen keçə bilsin lazım olduqda, həm də, demək, digər lazım olmayan o tozlu mikroorqanizmlər də onlar keçməsinlər. X bakteriyaları mayenin səthindədir, Y bakteriyaları isə mayenin dibindədir. Və X bakteriyaları mayenin səthində olması onu göstərir ki, onlar oksigenli tənəffüs edirlər. Oksigen olan mühitə yığılıblar. Amma bunlar üçün yəni fərq etmir oksigenin, belə desəm ki, daha doğrusu oksigen olmaması bunlar üçün fərq etmir. Yəni ona görə də bunlar elə mayenin dibindədirlər. Oksigensiz. Oksigen bunlara gərək deyil. X bakteriyası mitoxondriya malikdir. Ümumiyyətlə bakteriyalarda mitoxondri yoxdur. Ona görə bu fikir yanlışdır. Y bakteriyası tənəffüs etmir. Tənəffüs etmir deməkdir ki, oksigenli tənəffüs etmir. Yəni oksigensiz tənəffüs edir, anaerob. Ona görə bu da yanlışdır. Üçüncü, X bakteriyasının sitoplazmasında ATP sintezi olunur. Doğrudur. Üçüncü, doğrudur. Y bakteriyasında enerji mübadiləsi birinci mərhələ ilə tamamlanır. Birinci mərhələ nə idi? Hazırlıq mərhələsi. Hazırlıq mərhələ ilə tamamlanmır. Çünki bunlarda oksigensiz tənəffüs ikinci mərhələ baş verir. Ona görə bu, demək, bu da yanlışdır. 5-də deyir ki, demək, X bakteriyasında 1 mol glukozdan tam parçalanması zamanı 38 mol ATP əmələ gəlir. 38 mol ATP əmələ gəlir. Bu görək hansındadır? 38 mol ATP əmələ gələn bu oksigenli tənəffüsdür. Doğrudan da X bakteriyasında oksigenli tənəffüs baş verildi. O zaman demək ki, burada bu da doğru oldu. Bizə hansı lazım idi? Doğrular lazım idi. Doğrudur 3-dən 5-dir. 3-dən 5 D bəndində verilmişdir. Əgər diploid xromosom dəstli İki evli bitkinin dişi fərdinin erkək fərdi ilə tozlanmasının hissəsində əmələ gələn toxumun endosperm hüceyrəsinin nüvəsində bir ədəd X cinsiyyət xromosom vardırsa, onda bu bitki. Demək, bir ədəd X cinsiyyət xromosom var. Ümumiyyətlə, endosperm hüceyrəsi, deməli, iki evli bitki, dişi bitki, örtülü toxumlu bitkidir. Burada X cinsiyyət xromosomu birdə nədir? Bu da onu göstərir ki, endosperm xromosom yığımı X, Y şəklindədir. Və bir ədəd X cinsiyyət xromosomu var. Bu necə olar? Biz bilirik ki, mərkəzi hüceyrə ikiyin, belə deyim, hüceyrəmin hissəsinin özündən olan nüvələrdir. Bir eni isə burada spermin gətirildi. Və düşünək, bir dənə X var. Yəni bu sperm tərəfindən gətirilmişdir. Y-lər isə demək, hüceyrəmin hissəsinin özündən olan nüvələrin cinsiyyət xromosomlarıdır. Yəni, buradan görək nə başa düşürük? Buradan başa düşürük ki, Y dişidədirsə, deməli, dişi heterogametdir. Heterogamet dişi bitkidir. Dişi heterogametliyə malik olan sırpaqlı toxumlu bitki, xeyr. Erkək heterogamet, xeyr. Dişi heterogametliyə malik örtülü toxumlu bitkidir. Bəli, bu cavab doğrudur. Erkək heterogametliyə malik olan örtülü toxumlu bitkidir, xeyr. Erkək heterogametliyə malik olan öz-özünə tozlanan bitkidir, xeyr. Demək, burada dişi heterogametliyə malik olan bitkidir. Bu bitkinin hüceyrəsi, ana yumurta hüceyrəsi X, Y
cinsiyyət xromosomlarına malik olur. Çünki onlar mitoz yolla əmələ gələ bilər. Sonra onlar meyoz keçirirlər. Meyoz nəticəsində bilirik ki, yaranan hər hüceyrəyə ya X düşəcək, ya da Y düşəcək. Yəni biz Y düşən haqqında danışaq. Həmin bu Y düşən hüceyrə, hansı ki o makrospor, sonradan deməli 3 dəfə mitoz bölünmə keçirir və 8 nüvəli rüşeym əmələ gətirir. Mitoz bölünmədə də bunun cinsiyyət xromosomlarının sayında bir artırma, əskilmə, bir fərqlilik olmur ki, Y-dir. Elə Y-i də daşıyacaq. Yəni yaranan rüşeym hissəsinin bütün nüvələrində Y cinsiyyət xromosomu olacaq. Və sonra rüşeym hissəsində biri aşağı qütbdən, daha doğrusu biri yumurtacığın girəcəyi tərəfdən, digərsə əks qütbdən gəlib mərkəzdə birləşəndə birindən Y-də digərindən gələcək və buna görə də mərkəzi hüceyrə 2Y cinsiyyət xromosomuna malik olacaq. Ümid edirəm ki, yəni bu sual izahı sizə aydın olacaq. 2Y bu səbəbdən olur. X də atadan alınır, daha doğrusu erkəyin tozcuğundan alınır və bu zaman 2Y üstəgəl X. Yəni X, Y şəklində endosperm cinsiyyət xromosomlarına malik olur. Sonra baxaq növbəti suala. Nömrələrini qarışdırdım. 23. Şəkildə hansı rəqəmlə verilmiş bitki orqanoidlərinə karbohidrat sintezi gedir? A. Karbohidrat sintezi hansı orqanoidlərdə gedir? Karbohidrat sintezi xloroplastlarda gedir. Doğrudur. Mitoxondriyada karbohidratlar sintezi olunmur. Yanlışdır bu, götürməyəcək. Holç kompleksi də gedir. Karbohidratların sintezi, ribosomda isə karbohidrat sintezi getmir. Yəni onlarda zülal sintezi gedir, götürməyəcək. O zaman X və Z-i götürür. X və Z o da B bəndində verilmişdir. 24-cü şəkildə. Şəkildə görmə qüsuru olan insan haqqında hansı ifadə doğrudur? Baxaq. Xəyal torlu qişanın arxasında alınır. Xəyal torlu qişanın arxasında alınırsa, deməli bunlarda ya anadan gəlmə, deməli göz alması qısadır, ya da sonradan billurun qabarıqlığı azalıb. Və buna görə də bu insanlar billurun qabarıqlığı azalıbsa, təbii ki, elə icabına birinci baxıram. Həkim bunlara qabarıq linza taxmağı məsləhət verəcək. Qabarıq linzalardan istifadə etməyi məsləhət görəcək. Yəni digərləri yaxını yaxşı görür, xeyr. Yaxını yaxşı görmür. Çünki orada xəyal göz alması qısa olduğuna görə, yəni yerində alınmır. Göz alması uzunsov olur, xeyr. Billurun qabarıqlığı artır, xeyr. Çöpçüklərin funksiyası, yəni ümumiyyətlə çöpçüklərin bura bir aidiyyəti yoxdur. O toyuq korluğunda olur. O da yəni toran işıqda onlar zəif görürlər. Bura yəni bu uzaqdan görməyə, yaxından görməyə aidiyyəti yoxdur. Sonra baxaq 25-ci suala. Hansı maddənin parçalanması zamanı daha çox enerji ayrılır? Biz bilirik ki, karbohidrat və zülalların parçalanmasından 17-16 kilojol, yağların parçalanmasından isə 38-19 kilojol enerji ayrılır. İnsanda da əsas enerji mənbəyi karbohidratlardan alınır. Yəni günlük karbohidrat tələbatımız daha çoxdur və biz daha çox onlardan enerji alırıq. Amma digərlərini də nəzərdən keçirir. Məsəl üçün deyək ki, sutkalıq lazım olan heyvani mənşəli yağlardan. Məsələn 100 qram sutkalıq yağda, onun 30 qram bitki mənşəlisi, 70 qram heyvani mənşəlidir. 70 vurulsun 38-19 kilojol. Məsələn heyvanlardan alınır. Bu A bəndində olan cavabdır. Məsələn B-də verilənə baxaq. B-də deyir ki, minimum miqdarda karbohidrat 380 qramdır. Hərəsindən də 17-16 kilojol enerji ayrılır hər qramından. Belə. C-də məsələn deyir ki, bitki mənşəli zülallardan 85 qramı zülaldır, 48 qramı heyvani mənşəlidir, 38 qramı bitki mənşəlidir. 37-ni vurarıq 17-16-ya və bu qədər hesablayarıq. D-də məsələn deyir ki, sutkalıq lazım olan bitki mənşəli yağlar 30 qramda 30 vurur 17-16-ya. Sonra məsələn E-də deyir ki, sutkalıq lazım olan heyvani mənşəli zülallardan heyvani mənşəli zülallar 48 qramdır, 48 vurarıq 17-16-ya. Və bütün bunları heç hesablamağa ehtiyac yoxdur. Yəni biz görürük ki, ən böyük rəqəm burada B bəndində verilib. 380-ə 17.